Bugün Ağdam şəhəri növbəti sakinlərini qarşılayır. 92 ailə, ümumilikdə isə 332 nəfər doğma yurduna qayıdır. Həmçinin Xocavəndin Qırmızı Bazar qəsəbəsinə də növbəti ailələr yola salınıb. Ətraflı məlumatı əməkdaşımız Elnur Tofiq çatdırıb. Azad torpaqlarımız yenidən qurulduqca, inşa olunduqca tam 30 ildən artıq məcburi köçkün həyatı sürən bu torpaqların əzəli sakinlərinin də geri dönüşü təmin olunur və bugün həmin əlamətdar günlərdən biridir. Hazırda biz azad ərazilərə Ağdam istiqamətindən giriş postundayıq. Məlumat üçün bildirim ki, ümumilikdə bugün Xocavənd və Ağdama 109 ailə, 406 sakin geri dönür. Tam 3-10 illikdən artıq məcburi köçkün həyatı artıq həmin sakinlər üçün başa çatmış olacaq. Bugün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 17 ailə, 74 sakin, Ağdam şəhərinə isə 92 ailə, 332 sakin geri dönmüş olacaq və artıq səhər saatlarından Bakıdan yola düşüb həmin sakinlər artıq onların məcburi köçkünlüyü də başa çatmış olacaq. Məlumat üçün bildirim ki, Ağdamda ikinci yaşayış kompleksinin sakinləridir bugün doğma yurda qovuşan və bunun fonunda həmçinin digər yaşayış komplekslərinin tikintisi də sürətli şəkildə həyata keçirilir. 4-cü yaşayış kompleksində tikinti işləri sürətli şəkildə aparılır. 5-ci yaşayış kompleksində tikinti işləri aparılır. 3-cü yaşayış kompleksində isə artıq tikinti işlərinə start verilir və bununla paralel həm də Ağdam şəhərində böyük infrastruktur layihələri də icra olunur. Artıq Ağdam şəhər xəstəxanasının tikintisi aparılır və 2027-ci ildə tikinti işləri başa çatmış olacaq və bununla paralel olaraq Ağdam şəhər bir saylı və məktəbin və bir saylı uşaq bağçası, körpələr evi də artıq istifadəyə verilir.